Salam əziz izləyicilər, hər birini salmıram. Bugün yeni mövzuyla qarşınızdayıq. Yeni mövzu deməyək, bölmənin sonuncu ümumiləşdirici tapşırıqlarıdır. İkinci bölmənin son tapşırıqlarıdır. Mətni yəqin ki oxumusunuz. Gəlin birlikdə bu mövzunu suallarını işləyək. Yaşıldır, yəni yaşıl mövzunun sonunda da yaşılla bir yerdə, tünd yaşılla davamlayaq. Kətil sözünün mənasını soruşur bizdən. Kətil arxası olmayan, söküləcəyi olmayan stuldur. Buna eyni zamanda taburet də deyirlər. Cavabımız taburet olacaq. Mətndə hansı sual cavabı yoxdur? Ayaqqabı silən Malyerin arxasınca niyə getdi? Qızıl pulu düşünürük ki, o qızıl pulu səhvən verib var. Malyer ayaqqabını təmizlətmək üçün nə qədər pul verdi? Bunun konkret sayı yoxdur. Malyer dürüstlüyü necə dəyərləndirirdi? Çünki ona əlavə pul verdi, qızıl verdi. Malyer zəhmətin qarşı qızıl pul verdiyini əvvəldən bilirdimi? Bəli, bilirdi. Çünki pulu qızıl idi. Çünki burada yazıb ki, bilirəm. Cavabımız olacaq B variantı. Qəribə adam. Mətnin ideyasına uyğun gələn kəlamı seçin. Fikrinizə əsaslanın. Dünyada düz adamı aldatmaqdan asan heç nə yoxdur. Xeyr. Xoşa gələn əmək adama çətin gəlməz. Biz ağıllı, varlı olmaya bilərik, amma dürüst olmağa borcluyuq. Cavabımız C variantı. Çünki mətn dürüstlüklə danışır. Verilən cümlələrdə obrazların hansı xüsusiyyəti açılır? Malyer cibindən çıxartılan pul miqdarına baxmadan ayaqqabısına da verdi. Ayaqqabısının ovucundakı qızıl pulları Malyerə qaytarmaq istədi. Deməli, bu Malyer cibindən çıxan miqdarına baxmadan ayaqqabı silənə verdi. Verilən cümlələrdə obrazların hansı xüsusiyyəti açılır? Bu əli açıq idi. Bu da dürüst idi. Mətnin məzmununa uyğun gələn atalar sözü. Səmimiyyət, gözü toxluq, düzgünlük, əli açıqlıq və səmimiyyət olmaz məncə. Gözü toxluq, düzgünlük və əli açıqlıq. Burada səmimiyyət var da, amma əsas ideya ona bağlanmır. Verilmiş sözlərin izahlarını oxuyun. Hansı izah həqiqi mənanı ifadə edir? Geniş, əhatəli, geniş küçə. Həqiqi məna. Geniş küçə daha həqiqi mənadır. Donmaq, mat qalmaq, yerindən tərəvə. Mən heyrətdən donmuşdum. Buz halında olmaq həqiqi məna. Qızıl, qiymətli material mənasında qızıl saat. Axsamaq, ləngiməkdir. Ayağını çəkərək yerimək. Bala dovşan axsayırdı. Bəli. Bu isə məcazi mənadadır. Yəni, işlər yavaşlayırdı mənasında. Daha çox həqiqi mənaya uyğun gəlir. Ləngimək, geri qalmaq, ümumiyyətlə ayağını çəkərək yerimək, axsamaq, işin axsaması. Yəni, bu daha həqiqi mənadır, bu məcazi mənadır. İş axsaya bilməz. Qızıl əl olmur. Sonra, cümlələrdə fərqləndirilmiş sözlərin həqiqi və yoxsa məcazi. Nazim ağacın kölgəsində dayandı. Adam dayana bilər. Həqiqi məna. Bu məcazi məna. Yəni, ikisi dayanmaq. Biri kəsdi mənasındadır. Biri bir adam gedib kölgəyə dayanıb. Yağış gedib harada dayana bilməz axı. Çay sakit-sakit axır, zaman su kimi axır. Çay sakit-sakit axa bilər, həqiqi məna. Amma zaman su kimi axa bilməz. Sadəcə məcazi mənada işlədirik biz onu. Əli toplanmış zibilləri atdı. Ata bilər həqiqi məna. Pis fikirləri zibil qabına atmaq olmur. Sadəcə unutmaq ola bilər. Bu da məcazi məna. Cümlələrin sonuna uyğun gələn durğu işarələrini müəyyən edin. Baxaq. Məgər bu hadisə haqqında məlumatın yoxdur? Məgər varsa, burada sual cümləsi olacaq. Çünki həm sual düzdür keçməmişik, yəni biz də keçməmişik, siz də keçməmişsiniz. Məgər sual adatıdır, amma məgər sənin məlumatın yoxdur? İntonasiya oxuyanda bilirik. Bakı küləklər şəhəridir. Bu məlumat verir. Gəl birlikdə araşdırma aparaq. Qoy dünyada sülh olsun. Bu əmr cümləsidir, bu da nida cümləsidir. Nəyə görə? Çünki bu hiss və həyəcanla deyilir, ona görə nida cümləsidir. Cümlələri oxuyun. Cümlələrdə durğu işarələrinin işlənmə səbəbini izah edin. Uçuşa hazır olun. Mühərrikləri işə salın. Sayıram. 5, 4. Bu, yəni 5-dən əvvəlini də sayıb göstərir. Start. Bu da yüksək hiss həyəcanla deyib. Ura, uçuş uğurla başa çatdı. Yüksək hiss və həyəcanla deyib, ona görə nidadır. Nə bilim, birdən rəsmin xoşuna gəlmədi. Ona hər şeyi bəyəndirmək olmur. Nə bilimdən sonra, yəni istənilən hissdən davam elətdirə bilərsiniz. Ona görə burada sual, yəni soruşur. Birdən gəlmədi, özünə sual verir. Bu da məlumat xarakteri daşıyır və nöqtə qoyulacaq. Cümlələrdəki sözləri cədvəl üzrə qruplaşdırın. Görək, bundan sonra artıq 3-cü bölmə gəlir. Bu bölmənin sonuncu sualıdır. Cümlələrdəki sözləri cədvələ görə qruplaşdırın. Onlar lap köhnə dostlar kimi görüşdülər. Onlar, leksik mənası var. Onlar. Lap bilmirik mənasını. Çünki lap
Gərək nəyəsə işlənə. Köhnə, leksik mənası var. Köhnə. Dostlar var. Kimi yoxdur. Çünki gərək nəyəsə işlənə. Görüşdülər var. Deyirlər. Bəlkə yoxdur. Sabah yağış yağacaq. Hər üçünün leksik mənası var. Üçünü də elə buradan birləşdirib buraya yazıram. Sabah yağış yağacaq. Yəni bir leksik mənası var. İkinci bölməni də bitirmiş olduq. İnşallah növbəti üçüncü bölmə ana təbiət mövzusunda görüşərik. Hələlik.